Salam əziz dostlar. Bugün mən sizə ChatGPT haqqında olan iki kitab barədə məlumat vermək istəyirəm. Bu günləri biz ChatGPT-ni artıq həyatımıza daxil eləmişik və hamı demək olar ki, bundan istifadə edir. Hamı. Belə götürsək, dünya üzrə statistikaya baxsaq, təkcə universitet tələbələri 56%-dən çox bu günləri akademik işlərdə ChatGPT-dən faydalanırlar. Bu nədir? Bunu bilirik. Bu sözün hərfi mənası Chat Generative Pre-trained Transformer, yəni ki, söhbət hasil edən əvvəlcədən təlim görmüş transformator adlanır. Və OpenAI şirkəti tərəfindən ilk olaraq ictimaiyyətə 2018-ci ildə təqdim olundu və müxtəlif modelləri vardı. GPT-1 2018-də, sonra GPT-2 2019-da, GPT-3 2020-də, ChatGPT 2022-də, GPT-4o 2024-cü ildə artıq ictimaiyyətə təqdim olundu. Bunun modelləridir və GPT-4o modeli o qədər inkişaf eləmiş bir haldadır ki, artıq səs, video, mətin birgə belə deyək, sintez olunmuş şəkildə bir haldadır və insan kimi insanla danışa bilir, şəkil çəkir, musiqi yazır və s. da proqramlaşdırma dilləri kompüterdə hazırlaya bilir və s. Baxın, bunun pullu və pulsuz versiyaları var. Əhalinin əksəriyyəti pulsuz versiyadan istifadə edir. Amma çox tövsiyə eləyərəm ki, bunun pullu versiyası Azərbaycan manatı ilə aylıq 34 manatdır və günə 1 manatdan bir qədər çox düşür. Halbuki bunun pullu versiyasını işlətsəz, xüsusən GPT-4o versiyasından çox böyük fayda götürə bilərsiniz. Sizə iki kitab demişdim, təqdim edəcəyəm və səbəblərini deyəcəyəm bunları, niyə oxumaq lazımdır. Baxın, biri Şahap Altınbaşın ChatGPT, digital dilin büyüsü, teori və uygulama kitabıdır. Yaxından göstərirəm bu kitabı. Yəni, ChatGPT-nin digital dilin həm nəzəriyyədə, həm də təcrübədə ChatGPT-ni dərindən təhlil edir, A-dan Z-yə. İkinci kitab isə Alişir Atilla'nın Open deməli AI, ChatGPT və ChatGPT algoritmalar, çözümlər və son texnoloji kitabıdır. Bunu da təqdim edirəm. Bir də hər iki kitabı yaxından sizə mən göstərirəm. Bu kitabları mən Trendyol'la gətirdim və bu kitablara hələ tam oxumamışam, amma nəzər saldım, mən nəyi gördüm? Biz deyirik ki, ChatGPT-dir da, nədir ki, bundan istifadə? Daxil olacağıq, istədiyimiz, axtardığımız şeyi yazacağıq, o da bizə cavab verəcək. Bu, bilirsiniz, nəyə oxşuyur? Notu bilmədən musiqi oxumağa. Yəni, bugün niyə bu müqayisəni aparıram? Baxın, musiqini hamı oxuya bilər. Hamımız musiqi oxuya bilir, yəni hər hansı bir mahnını zümzüm eləyə bilərik. Amma notu bilməklə onu oxumaq artıq bu profesionallıq deməkdir. Məsələn, ChatGPT-də axtardığımız şeyi ora qeyd edirik. Məsələn, bu məsələ haqqında araşdırma eləyib mənə çıxış hazırla deyirsən, o da bir çıxış hazırlayır. Bu arada bir daha təkrarlayıram, pulsuz versiya ilə pullu versiya arasında çox böyük fərq var. Yəni, hamının istifadə etdiyi pulsuz versiyada bir çıxış hazırlasan, bir də bunu, məsələn, GPT-4o ilə hazırlatsan, çox böyük fərqləri görəsən. Bu bir. İkincisi isə, bunu yazmaq, biz hər hansı bir çıxışı yazır, biz də oxuyuruq, deyirik, nə qəşəng çıxış hazırladı. Halbuki, biz bu kitabları oxumaqla ChatGPT-dəki funksiyaların hamısını öyrənə bilərik. Biz onun mən sizə deyim, 1/10-dən istifadə etmirik bu GPT-nin. Onun funksiyalarını təhlil edir bu kitablar. Təbii ki, tarixinə nəzər salır GPT-nin, bugünkü günə qədər necə gəldi, çıxdı, dünya təcrübəsindən nümunələr verir, modellərinin bir-birindən fərqini verir, hansı modeldə hansı təkmilləşmə getdi, ChatGPT-nin müsbət mənfi tərəflərini təhlil edir. Bunlar məsələnin bir tərəfi. Əsas məsələ nədir? Baxın, doğru, düzgün araşdırıb daha mükəmməl nəticə əldə etmək üçün düzgün komandaları vermək lazımdır GPT-yə.
Bunu çox adam bilmir. Açıq deyim, bunu çox adam bilmir. Mən də bir çoxunu bilmirdim. Bu kitabları əlimə götürəndə gördüm ki, nə qədər funksiyasından düzgün istifadə edə biləcəyimiz halda bilmədiyimizdən etmirik. Baxın, bugün nə edirik? Bugün məqalə yazdırmaq olar və ya hər hansı bir məqaləni təkmilləşdirmək və yaxud da ki, hər hansı bir məqalənin kontentin qısa məzmununu yazdıra bilərik ona. Hamı yazdıra bilər. Amma bir də var ki, o məqaləni yazdırmaq üçün və ya kontentin yazdırmaq üçün, yaxud məqalə yazdırmaq üçün bir plan qurmaq üçün xüsusi komandaları verməyi bacarmaq ki, o bizə dəqiq, daha keyfiyyətli və düzgün şəkildə daha çox faydalı məlumat versin. Məsələn, bugün sənəd hazırlayırlar. CV, ərizə, müqavilə. Məsələn, müqaviləni daha çox hüquqşünaslar nə edir? Baxın, bu ChatGPT bir çox insan işini əlindən alacaq. Elə əslində alıb. Sadəcə düzgün istifadə etməni bilsək. Məsələn, hüquqşünaslar bugün müqavilələr hazırlayırlar. Təbii ki, şirkətlərin mənafeyini müdafiə etmək məqsədi ilə orada o müddəaların həmin şirkətlərin xeyri üçün nəzərdə tutan hala salmaq istəyirlər və bunu şirkətlər çox böyük belə deyək vəsaitlər xərcləyərək hüquqşünaslara bu müqavilələri hazırladır. Halbuki ChatGPT ilə elə mükəmməl müqavilə hazırlatmaq olar, özü də qısa müddətə. Heç 100 hüquqşünasın birləşib bir həftə ilə üzərində işlədiyindən də keyfiyyətli və hər şeyi hesablaya bilən, bütün detalları nəzərə ala biləcək, ən azından əksəriyyət detalı hesablaya biləcək, mükəmmələ yaxın bir müqavilə ortaya çıxa bilər. Baxın, bu günləri imtahana hazırlaşırlar. Məsələn, dövlət qulluğuna, magistraturaya, nə bilim, TOEFL və yaxud da IELTS hazırlığı ingilis dilindən. Baxın, ChatGPT ilə mükəmməl şəkildə hazırlaşmaq olar. Hətta prokurorluğa, hakimliyə, vəkilliyə və s. Baxın, mən bunları deyirəm. Yəni, bəziləri deyir ki, hə də, məsələn, mən ingiliscə oturum speakingimi, yəni danışığımı gücləndirmək üçün onunla bir məzmunda, bir topikdə söhbət edeyim. Bu, ən primitiv istifadə üsuludur. Yəni, bu, belə deyək, çoban sayağı söhbət edeyim. Bu, ən primitiv istifadə üsuludur. Yəni, bu, belə deyək, çoban sayağı istifadə üsuludur. Amma necə istifadə edib, necə komandalar verə bilərik ki, o bizə həqiqətən IELTS səviyyəsində, belə deyək, speakingimizi, readingimizi, listeningimizi, qramerimizi təkmilləşdirsin. Mən deyəm ki, dil öyrənmədə istifadəsindən danışıram. Və yaxud, baxın, bugün kodlar yaza bilir, proqramlaşdırma kodları. Məsələn, HTML, Java skriptləri üzrə sayt yarada bilər. Yəni, elementar bir biliyi olan, proqramlaşdırma dilindən xəbəri ola bilən biri bu günləri kodlar yazdıra bilər. ChatGPT ilə sayt meydana gətirə bilər. Və bunun biri var sadə yolu. Məsələn, götürürsən homepage yarat, ana səhifəni yarat, nə bilim, menunu belə elə, dizaynı belə elə. Bunlar sadə yollardır, bunu hamı bilə bilər. Yəni, başlayan, istənilən biri ChatGPT-dən xəbərsiz olan birinə, desən ki, bəs belə bir texnologiya var, bəs bu sənə kömək edir, yazır, cavab verir, təhlil edir. Hamı orada nəyisə yazanda cavab verir. Bir də var ki, bilirsinizmi nə qədər düzgün kodlaşmadan istifadə etsək, nələr əldə edə bilərik, heyrətlənərik. Məsələn, mən bugün bir neçəsini tətbiq etdim bu kitablara görə, dəhşətə gəldim. Yəni, mən bugünə qədər sizə deyim ki, ChatGPT-dən heç istifadə etmirmişəm, açıq deyim. Məsələn, tərcümə edir, düzdürmü? Baxın, tərcümənin özünün xüsusi, biz biri var mətni kopyala, Azərbaycan dilində, qoy ora, ya da bir, nə bilim, fransız dilində, alman dilində, denə bunu ingilis dilinə çevir, o da eləyəcək. Hə, biraz da denə ki, daha təkmil elə. Yəni, biraz daha dərindən bilən yaza bilər ki, hə da, bunu akademik səviyyədə biraz elə. Bundan artıq heç nə edətmirik ki. Halbuki bilirsinizmi, akademik səviyyədə tərcümə etdirmək üçün düzgün komandalar necə var? Məsələn, biri var normal da, məqaləni, verdiyim mətni Azərbaycan dilindən ingilis dilinə tərcümə elə. Bunu etdi. Ondan sonra ikinci komanda bunu Azərbaycan dilinin orfoqrafik qaydalarına, ümumiyyətlə, qrammatik qaydalarına uyğunlaşdır. Üçüncü komanda tutalım ki, bunu deyək ki, axıcı bir hala salmaqla belə komandalar veririk da biz. Amma bundan ağlımıza gətirə bilmədiyimiz
düzgün komandaların heç birini verə bilmirik. Bu kitabları oxuyun, yenə deyirəm. Məsələn, bugün ChatGPT-nin hansı funksiyalarından istifadə edirik? Demək olar ki, çox az. Lap çoxu nə olar? Hansısa bir kitabı biz istəyirik bunun mətni nədən ibarətdir? Məsələn, 500 səhifəlik kitabdır da, burada nədən bəhs olunur bilmək istəyirik. Yəni, nə edərik? O patolog nə edərik? Götürərik həmən o kitabın PDF-sin mətnini ona yükləyərik, əd eləyərik və oradan ətək eləyərik. Oradan deyərik ki, bu kitab nədən bəhs eləyir? Mənə məlumat ver. O da çox yığcamlaşdırılmış məlumat verər. Bundan o yana keçmərik. Amma koddaşmasını düzgün bilsək, bilirsinizmi nələr eləyərik? İnanılmaz şeylər. O kitabın necə bizə düzgün formada kodlaşma ilə məlumatı verə bilsək, o kodlar haradadır? Xüsusi kodlar deyil, sadə şeylərdir. Burada hamısı yazılır. Baxın, mən bir neçə sizə məlumat deyəcəyəm. Məsələn, avtomatik e-postu cavablandıran ChatGPT Writer var. Maraqlı gəlir, deyilmi? Məsələn, bugün mənim elektron postum var. Avtomatik e-postu cavablandıran, yəni mənə nəsə bir mail yazıbdır, onu avtomatik şəkildə cavablandıran ChatGPT Writer deyə bir anlayış var. Bundan istifadə edirikmi? Heç birimiz. Və yaxud da ki, gəlin belə götürək, bu günləri yazırıq ki, mənə bu haqda məlumat ver. Ən güncəl məlumatları bizə verməsi üçün hansı kodları yazacaq beyninə? Bugün hamı bir termin uydurubdur. Halinasyondur, nədir? Yəni ki, bu ChatGPT bizə nə bilim öz ağlına uyğun nə gəldi verir bir də görsən. Bilirsiniz nəyə görə? Ona görə ki, düzgün komandanı vermirik. Bizə də o nəsə uydurmalarını da verir. Halbuki onun uydurma verməsini əngəlləyə biləcək komandalar var. Əgər biz o komandaları düzgün ona versək, o ömrü boyu uydurma bizə verməz. Yəni, deyir, mən o gün yazdım ki, mənə filan məsələ haqqında məlumat ver, nə bilim axı, o da verdi, sonra da yazdım, düz deyirsən, o da dedi, yox, üzürlü say, dəqiq olmamışdı, özüm uydurdum. Niyə? Ona görə ki, sən onu elə-belə oturub qeyri-dəqiq çoban sayağı nəsə yazırsan, o da cavab verir. Necə ki, mən əvvəldə dedim, biri var ki, notu bilməklə nəyisə ifa etmək. Bir də var notsuz. Yəni, mütəxəssiscəsinə bilmək. Bu çətindirmi? Xeyr. Xeyr. Bu qəlizdirmi? Xeyr. Burada elə rahat, elə sadə dillə bunların hamısını izah edir ki, məsələn, bugün şəkil çəkmək üsullarından hansını bilirik? Yəni, ümumi yazırıq ki, mənə, nə bilim axı, Mars planetində 2 nəfərin şahmat oynadığı bir təsvir verir. O da çəkir, biz də baxıb gülürük ki, bax, çəkdi. Bu iş deyil, yəni sən elə yaxşı şəkillər çəkdirə bilərsən ki ona. Elə yaxşı, elə profesional, elə gözəl funksiyaları var. Mən bunların bir neçəsini qeyd etdim. Baxın, çıxış hazırlayırıq. Mən səhər filan yerdə çıxış edəcəm, mənə bir çıxış girişi hazırla filan elə. Bu iş deyil, çıxışı sənə necə gözəl hazırlaya bilər. Yaxud bugün təhsildə, sənətdə, nə bilim, hüquqda, iqtisadiyyatda müxtəlif məqsədlər üçün istifadə edirik. Nə bilim, analizlər aparırıq, statistik müqayisələr, hüquqi təhlillər, iqtisadi təhlillər. Yenə kodlaşmalar var. Necə komandaları versək, nə cür cavablar biz ala bilərik. Bugün hər məqsəd üçün istifadə olunur bu ChatGPT, amma sadəcə dediyim kimi doğru mu istifadə edirik, düzgün yollardan mı gedirik? Baxın, məsələ odur. Bugün o qədər məsələn chatbotları var bunun. Yəni chatbotları haqqında demək olar ki, çox adam mən deyirəm ki, heç nə bilmir. Nə mənada? Yəni yanlış anlamaq lazım deyil bu dediklərimi. Burada oxuyandan sonra görəcəyik ki, nələr var. Yəni, necə ki, mobil telefon ən bahalısını gedib bəzən insanlar alır, heç onda olan o bilmir, sonra görəcəyik ki, nələr var. Yəni, necə ki, mobil telefon ən bahalısını gedib bəzən insanlar alır, heç onda olan o bilmir da, deyir, ən son modeldir. Halbuki heç o modelin bir çox funksiyaları var ki, ona görə o mobil telefonun qiyməti bahadır. Heç o funksiyaların, deyim ki, 90%-ni işlətmir. Və nəyə alırsan? Necə ki, onun funksiyaları vardır. Bax, bu GPT-nin də, ChatGPT-nin də bu cür funksiyaları var. Baxın, bugün İsveçdə ChatGPT məktəblərdə müəllim köməkçisi kimi istifadə olunur.
Yəni onlar böyük bir kəşf etmirlər ki, sadəcə müəllim köməkçisi kimi ondan istifadə komandalarını verirlər. Yaxud ən çox Amerikada vəkillər, dövlət ittihamçıları məhkəmə çıxışları hazırlaya bilir. Bunu hazırlamaq nədir? Yazarsan, məlumatları verəsən beyninə, deyəsən çıxış hazırla, hazırlayacaq. Bu ən sadə yoludur. Düzgün kodlaşmanı versən necə hazırlayar? Və yaxud da ki, belə götürsək, bugün Azərbaycan Respublikasında da müəllimlər, jurnalistlər, dövlət qulluğuna hazırlaşanlar və digər sahədən olan insanlar bundan faydalanırlar. Amma nə dərəcədə məsələsi bir daha deyirəm. Baxın, mən sizə adi bir şey deyim. ChatGPT ilə deyəlim ki, elə bir mətni hazırlamaq olar. O mətndə plagiatın olmasını heç tutmaq olmaz. Açıq deyim, var. Burada bu metodlar da var. Qısası, yəni bu kitablar, mən təbii ki, bunun içi haqqında çox geniş danışa bilmirəm. Bunlar, məsələn, bayaq qeyd elədim, ChatGPT dəstəkli söhbət botları var. Məsələn, burada var da replikadır, bizim bildiyimiz rasadır, Deep Pavlovdur. Misal, bunlardan necə istifadə eləmək olar? Ondan sonra baxın, süni intellekti bu günləri öyrətmək deyə bir anlayış var. Onu təlimləndirmək, təlimatlandırmaq. Bu ayrı bir anlayışdır. Onu niyə təlimatlandırmalıyıq? O təlimatlandırma üzrə kodları necə qurmalıyıq ki, o bizə düzgün şəkildə məlumat verib fayda versin. Bu kitabları mən yenə çox yaxından, bir daha yaxından mən bunları göstərirəm sizə və çox istərdim ki, əgər həqiqətən deyirəm, bu kitabların maliyyəti elə bir məbləğ tutmur. Amma alıb gətirib oxusaz, görəsiniz ki, ChatGPT-ni ikinci dəfə kəşf eləyəsiniz. Onda görəsiniz ki, doğrudan da mən ChatGPT-nin çox az funksiyasından faydalanıram. Bu qədər. Uğurlar diləyirəm.